Gəldi yenə heyvər oğlu heyvərə. Salam ata, necəsən? Elə bildim düzəsən. Ay, bu nə bit fasondur? Bu da yeni fasondu, qaqaları masondu, round. Ay, abal, ay, sən anan aton yoxdur, bu nə bit fasondur? Sən nöşün özü yetim yüsür kimi aparırsan? Çörəyi ver yetimə, əlin soxsun. Ana bax, cəmaatın başı gedib. Gör yanında sevgilim var. Yenə deyib baxır. Nəyə baxsan hə, qoyun? Quru safiqə oxşayır özdə. Qardaşım de. Heyvan oğlu heyvan, bu da sənə baxdığın kino. Keçirəcəm televizor boş ver. Dur söndür onu, tez el, pul tutam. Pultanı yoxdur. Vallahi mən baxmıram belə şeylərə. Pox oğlu, pox. Qabiliyyətin qalacağın olsa, heç qoy yataq biz sonra tək oturmaq belə şeylərə. İşləmir də, işləmir. Ailə kinosu yazılmışdı, ailəmə baxa bilərsiniz deyirdi. Mən nə bilim belə şeylər vardı. Siz də qutarın, Allah bəlanızı versin. Tuvalete getməksən? Böyük yoxsa balaca? Tuvalete gedir. Nəyi sallanıb? Bugün Taylandda 10-cu günümdür və danışığım belədir. Bugün Taylandda 1-ci ayımdır və danışığım belədir. Yəni uşaqlar, görürsünüz ki, çox da bir dəyişiklik yoxdur. İnsanın özündən çox şey asılıdır. Ay, bu lifçik sənindir. Hə, oradakı mənimdir, deyim ondan. Yavaş da başa düşmürəm. Tupoy oğlu tupoy, qulaq asmırsan sən mənə. Qulaq asıram, sən tez-tez danışdın, mən başa düşmürəm nə deyirsən sən. Bu niyə belə səy oldu? Bax, gəlsən Vasif yanına, sən gedib Qəzənfərə tapşırmışam. Getdim Vasiflə Qəzənfərin yanına, Qəzənfərə getdin suru materialdan 5 mal götürdün, Vedran keçirdi Qəzənfərə yabra. Vedran Qəzənfərə niyə keçirdin mən? Manqol oğlu Manqol, Qəzənfərə Vedranı keçirdim mən, Qəzənfərə keçirdi Vedraya.